paytaxtlar arasında olan əlaqələrə əlavə olaraq o cümlədən regionlararası əlaqələr mövcuddur və bunun ən son misalları sırasında mən ötən ilin sentyabr ayında Laçın şəhəri ilə İrpin şəhəri arasında imzalanmış müqavilə saziş əsasında bu iki şəhərin qardaşlaşmasını bir misal kimi gətirmək istərdim. Hesab edirəm ki, bunun çox böyük mənası var. Təbii ki, bugünkü görüşlərimiz və müzakirələrimiz kontekstində biz regional inkişaflar və regional çağırışlar barədə geniş fikir mübadiləsi apardıq. Hörmətli həmkarım mənə Rusiya-Ukrayna müharibəsi kontekstində son inkişaflar və Ukrayna tərəfinin vəziyyətini dəyərləndirməsi barədə məlumatlarla bölüşdü. Azərbaycanın mövqeyi qeyd etdiyim kimi bu məsələ ilə bağlı açıqdır, beynəlxalq hüquqa əsaslanır. Biz dediyim kimi artıq Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanıyırıq və dəstəkləyirik. Bizim ən böyük arzumuz ən azı ilkin mərhələdə atəşkəsin əldə edilməsi və bu münaqişənin siyasi diplomatik yollarla həllinin Azərbaycan tərəfdarıdır. Bu mənada 15 may tarixində Ukrayna və Rusiya nümayəndə heyətləri arasında İstanbulda, Türkiyə Respublikasında Türkiyənin Xarici İşlər Nazirinin iştirakı ilə apardığı danışıqları biz çox yüksək qiymətləndiririk. Eyni zamanda bu danışıqlar nəticəsində indiyə kimi olan ən böyük hərbi əsirlərin dəyişməsi paketinin razılaşdırılması müsbət inkişafdır.